Hər vaxtınız xeyir olsun, gününüz xeyirli, uğurlu olsun. Suallar verirlər taksi haqqında, bir də qeydiyyatlar haqqında falan filan. İstədim ki, qısa bir video çəkim. Yəqin ki, kiməsə də maraqlıdır ki, mənim videolarım. Kiməsə yox, daha doğrusu çox adamlarına bilirəm ki, maraqlıdır. İlk öncə hər kəsdən xahiş edirəm kanalıma abunə olsun, videolarımı like eləsin. Dostlar, demək, sual verirlər ki, bəs Boltda sertifikatın buraxılışın yoxdursa, Boltda, Yangoda, bilirsiniz ki, Uber'in Yango eyni şirkətdir, 21-11'dir. Yəni fərqi yoxdur. Hər hansı bir taksi şirkətində sertifikatım yoxdursa və ya buraxılışım yoxdursa işləyə bilərəm. Xeyr, mümkün deyil. Çünki birbaşa nəzarət aynanın əlindədir. Hər hansı bir taksi şirkətindən qeydiyyatdan keçəndə və ya qeydiyyat eləyəndə həmin o qeydiyyata və ya nəzarətdəki baxış hamısı birbaşa aynanın nəzarəti altındadır da. Yəni mən qeydiyyat keçərəm, ay profilim, buraxılışım yoxdur, fərqlənməyim yoxdur, açıla bilər. Mümkün deyil. Bu birbaşa aynanın sistemindən qeydiyyatdan keçir. Sonra sual verirlər ki, bəs istədiyim vaxtı imtahana getmək olur, sertifikat almaq üçün. Yox, istədiyim vaxtda olmur. Mərkəzi İmtahan Komissiyasının saytında taksi fəaliyyəti haqqında olan, belə deyək, taksi imtahanı olanda orada elan olur, qeyd olur, siz qeydiyyata düşürsünüz. İndi çoxları elə düşünür ki, buraxılışlar, bu maşın sayları yanvar ayından 25 minə endiriləcək və 25 minə qalacaq. Çoxları düşünürlər ki, imtahan olmayacaq. İmtahan olacaq. Onun buna nə dəxli var ki? Siz taksi işləmək üçün, profilinizin sertifikatlaşdırılması üçün, profillərin açılması üçün sizə sertifikat lazımdır. Bəlkə bir maşındır, bir dostumuzun maşınıdır, buraxılışı var. Sizə də bir dənə profil açır, deyir, qardaş, gəl mənim maşınımdan səhər sən işlə, mən gecə mən işləyim, gecə mən işləyim, səhər sən işlə. Onun heç dəxli yoxdur. Yəni siz istədiyiniz vaxtı gedib imtahan verib sertifikat ala bilirsiniz. Sertifikat da bildiyiniz kimi də dediyim kimi 75 manat dərslərə cəlb olunmaqdır, 35 manat da imtahana girmək üçündür. İmtahan da birbaşa Mərkəzi İmtahan Komissiyasından keçir, yəni Dövlət İmtahan Mərkəzindən nəzdində keçir. Yəni belə deyək də, ora başqa suallar düşür falan. Belə söhbətlər yoxdur. Keçirilən dərslər haqqında, dərs 3 gün olur, keçirilən dərslər haqqında imtahan sorğu sualları olur. Yəni belə deyək də, özünüzə güvənirsinizsə, normal bilirsinizsə, əla bilirsinizsə hər bir qaydaları, yəni rahat da imtahandan keçəcəksiniz. Mən məsəl üçün imtahanı getdim, normal şəkildə düşdü. Mənə suallar, nə bilim, ilkin tibbi yardım, məsəl üçün, filan şey olanda nə tər olur, məsəl üçün, filan cərimə nə qədədir, aynanın forması hansıdır. Yəni keçirilən dərslərdən keçdi. Məsəl üçün təkərin şporu nə qədər hündür olmalıdır, məsəl üçün akkumulyatorlar nasaz olanda, nəsə də karotidə belə şeylər, suallar düşdü. Mən tam şəkildə rahat keçdim. Yəni başqa şeydən suallar düşür falan. İndi mən də maraqlanıram da, çox vaxt taksi sürənlərdən də soruşuram ki, məsələn imtahanda səndən suallar düşdü, maraq dairəsində olaraq. Ondan əlavə də taksidə məsəl üçün minirlər, məndən soruşurlar ki, qardaş, imtahanda nə suallar düşür? Mən onları kömək edib başa salım ki, bax bu suallar düşür. Bugünlük bu qədər dostlar. Kanalıma abunə olun, videolarımı dəstək olun. Mənə hal-hazırda sizin böyük bir dəstəyə ehtiyacım var. Bugünlük bu qədər. Sağ olun, salamat qalın.